Hər vaxtınız xeyirli uğurlu olsun. İdeyadan Uğur adlı podkastımızda sizi xoş gördük. Verilişimizin baş sponsoru Cibaru platformasıdır. Bunu xəyal edən sahibkarların xəyallarını gibaro.com-la gerçəkləşdiririk. Satın alma, auksion, endirim və kampanyalar, vakansiyalar və bank xidmətləri artıq bir platformada. Dünyada analogu olmayan bu platformanı həm internet saytı, həm də mobil tətbiq olaraq istifadə edə bilərsiniz. Biz sağlam əlaqələr inşa edirik. Gözəllik ondur, 9-u dondur deyirlər. Bugünkü qonağımız əminəm ki, bu deyimin haqqını verəcək. Qonağımız Aydın Gəlinlik Moda Evinin təsisçisi, modelyer dizayner Sevinç Məmmədovadır. Xoş gəlmisiniz Sevinç xanım. Xoş gördük Elnarə xanım. Çox şadam ki, məni verilişinizə dəvət eləmisiniz. Çox sevə-sevə bugün bu verilişdəyəm. Sizin bütün suallarınıza cavab verməyə hazıram. Nə gözəl. Bu arada uğurlu olsun. Təşəkkür edirəm. Baxımlı olsun. Minnətdaram dəvətimizi qəbul etdiniz. Gəlin başlayaq Sevinç xanım. Sevinç Məmmədova kimdir? Sevinç Məmmədova sadə bir Azərbaycan xanımı. Öz işində isə gəlinlərlə çalışmağı sevən, gəlinləri geyindirməkdən olduqca zövq alan bir dizayner. Eyni zamanda da bir ana. Sevinç xanım, baxın sizin gəlinlik eviniz var. Yetərincə də məşhurdur. Artıq neçə ildir siz bu piyasadasınız. Bax mənə maraqlıdır. Bu ideya necə yarandı? Hardan yarandı? Adınla bağlı da zəhmət olmasa danışın. Gəlinlərlə işləməyi ideyası əslində bir çox sahələrdə özümü sınadım. Daha doğrusu, yəni birdən-birə mən gəlinlik açacağam və gəlinlik işlədəcəm deyə bu fikrə gəlmədim. Ofis işindən tut, şirkətlərdə çalışdım. Daha sonra isə gözəllik sferasında çalışmağa başladım. Bu sahəyə, sizin yəni moda sahəsinə bir dizayner olaraq uşaqlıqdanmı marağınız var idi? O necə yarandı? Uşaqlıqdan rəsm çəkməyə çox böyük həvəsim var idi. Hətta çox gözəl portretlər çəkirdim. Sadəcə o dönəmlər mənim o istedadımın yaranma dövrü biraz ağrılı dönəmə təsadüf etdi. 90-cı illərdən gedir söhbət. Hətta 88-ci ildən ki, köçkün düşdü. Nənəm o vaxtı Qərbi Azərbaycandan köç düşdülər. Bütün ailəmiz onları yerləşdirməklə məşğul idi. Balaca bir uşaq idim və o dönəmdən mən çox gözəl rəsm çəkirdim, amma heç kəsə sübut edə bilmirdim ki, mənim istedadım var. Baxın, mənim istedadım var. Çünki görürdüm ki, ətrafdakı, yəni mühit və ətrafdakı aura o deyil. Və mən necə də o rəsmlərimi çəkirdim özümü. Elə də qaldı. Yəni sanki biraz küskünlük oldu. Ki mən bunun üstünə getmədim. Mən bunun üstünə düşə bilmədim, yenə də pəs etmirdim. Nəsiminin şəklini çəkmişsiniz. Portret çəkməyi çox Nəsimin portretini çox gözəl çəkdim. Onu apardım məktəbdə göstərdim. Məktəbdə göstərəndə mənim rəsm müəlliməm dedi ki, Sevinç, sənin çox gözəl istedadın var. Gəl sən bu istedadını davam etdir. Mən qayıtdım, dedim ki, yox, axı mən bunu evdə deyə bilmərəm. Bilmirəm nədənsə o vaxtlar biz rəsm çəkməkdir, incə sənətdir. İncə sənətə qarşı bir bilmirəm nəyə görəsə. Valideynlərdə kəskin yox qərar var idi. Desək belə, elə bir ki, bizi ciddiyə almırdılar. Bəli. Ona görə də mən elə bir ki, istənmədən də heç üstünə düşmədim. İnanırsınız, yəni o istedad bilmədim, fərqinə də deyildim ki, o istedaddır, istedad deyil, nədir? Çünki içimdə var idi o həvəs. Amma o həvəsi daha da yaradıcılığı daha da həvəsləndirmək, o da başqadır. İndiki valideynlər övladlarını telefondan ayırmaq üçün onların az qalırlar lupa ilə arasınlar ki, bu uşaqlarda nə istedad var, nəyə maraqları var. O işığı görən kimi aparırlar onu kurslara yazırlar da. Sizin də özünüzün bir mərkəziniz var. İncə sənət nə qədər mərkəzi. görürsüz uşaqlar gəlirlər rəsmə, rəqsə. Bu çox gözəldir. Çünki həm gözəl şərait var onlar üçün, həm hər şey var. O şəkilləri çəkdiniz və sizdə o istedad bir işıq var idi. Sadəcə olaraq valideynlərinizə belə deyim də bunu çatdıra bilmədiniz, bunu göstərə bilmədiniz. Və sonra necə oldu? Necə oldu, yarandı bu Aydın Wedding? Xarici dilləri getdim oxudum. Heç bilmirəm də niyə oxudum. Amma yəni o dövrlər də başqa bir dövrlər idi. Oxudum, amma hiss edirdim ki, yəni bu deyil də, yəni ki, mən yəni oxuyuram. Sadəcə olaraq niyə görə oxuyuram? Diplomum olsun. Başa düşürsünüzmü? İndi olsam, indi məsəl üçün, indi içimdəki həvəs nəyədirsə onu oxuyaram. Sadəcə olaraq indi fikirləşirəm ki, mənim xarici dilləri bitirməyimin tək mənə müsbət tərəfi odur ki, mən xarici müştərilərimdən çox rahat danışıram.
Bax görürsüz, yəni hər işdə Özü bir xeyir var. dil Demək ki, biliyi. mən onu əbəs yerə oxumamışam. Bir müddət özümü başqa sahələrdə Bəli. yoxladıqdan sonra yenə də artıq o rəfə qoyulmuş uşaqlıqdan qalan rəsmlərin üzərində başladım özüm çalışmağa. Nədənsə də hər dəfə mən uzun modellər çəkirdim. Sonradan dedim ki, mən bunu niyə reallaşdırmayım? Yəni sonra balaca bir ateliye açdıq. Ateliye açdım. Başladım. İnanırsınız heç anlayışım yoxdur. Heç anlayışım yoxdur. Dərzi gəlirdi, tikirdi. Mən də sadəcə müştərilərlə danışırdım. Müştərilərimi qəbul edirdim, baxırdım. Yəni biraz yavaş-yavaş artıq bu işin mətbəxini öyrənməyə başladım ki, nələr baş verir. Ondan sonra gördüm ki, yox, bu da mənim üçün azdır. Bax mən orada mən çox səhvlər öyrəndim. Yaxşı ki də öyrəndim. O səhvləri öyrənməsəydim mən indiki işimdə bəlkə də bu qədər uğur qazanmazdım. Çünki sıfırdan başlamışam. Həqiqətən sıfırdan başlamaq nə olduğunu mən çox yaxşı bilirəm. Dedim ki, yox, bu da mənlik deyil. Tamam. Mən o balaca açdığım ateliyedə tikişin necə tikildiyini öyrəndim. Qaşların necə düzüldüyünü öyrəndim. Libasın necə kəsildiyini öyrəndim. Başa düşürsüz? Yəni onları öyrəndim. Bu bir mənim üçün məktəb idi. Hamısını da beynimə yazırdım. Nəyi, necə, baxardı səhvlər eləyirəm. Hansı müştəri ilə necə danışırdım? Burada səhv eləmişəm. Burada düzdür. O səhvləri, düzləri ölçüb biçəndən sonra dedim ki, mən yəqin ki, artıq başlamalıyam. Və elə də oldu. Başladıq. Dedim mən gəlinlik sahəsini götürəcəm. Valideynləriniz dəstək oldu sizə? Oldular. Beynimdə bir ideya var idi ki, mən elə bir gəlinliyə açacağam ki, orada həm gəlinlər bəzənəcək. O zamanlar yox idi o. Həm gəlinlər bəzəsinlər orada, həm də eyni zamanda gəlinlər orada geyinsin. Çünki keçmişdə bir salon işlətmə də bir təcrübəm olmuşdu. Dedim ki, mən bu işə başlaya bilərəm. Və nəysə başladıq. Cəmi 2 dənə libasım var idi. Düşünün, indi yeri təmir eləmişik. Bəli. Amma ora qoymağa heç bir gəlinliklərim yoxdur. Çizimlər olunub, gəlinliklər Çizimlər hazır var. deyil. Çizim ayalı mən nə edeyim? Fikirləşirəm ki, nətər eləyim. Nəysə, Türkiyədə gəlinlik evləri var idi. Orada da çox gəlinlik tasarımcıları var idi. Məşhur tasarımcıları idi. Onlar baxırdım. Orada bir tanış rəfiqəm var idi. Gedirdim onun atelyesinə. Səhərdən axşama qədər orada vaxt keçirdirdim ki, bu necə işləyir. Baxırdım necə gözəl. Müştərilərlə necə danışırlar. Necə prova odaları var. Necə ayrı-ayrı, yəni parçalar göstərirlər müştəriyə. Yəni hazır libas deyil. Libasları necə yaradırlar, gəlinlik libaslarını. Mən bunların hamısını orada görürdüm və çox mənə zövq verirdi bu. Muncuqlar necə, bir otaq var idi orada, ancaq muncuq düzəldirdi qızlar. Bir otaqda ancaq duvaqlar hazırlanırdı, fatalar. Bir otaq biçim otaqları idi. O bütün otaqları gəzirdim. Çox sevirdim, yəni orada vaxt keçirtməyi. Dedi ki, sən çox həvəslisən. Gəl sən biraz bizdən işlə. Dedim ki, hə, işləyərəm. Getdim, işlədim, heç nədən də çəkinmədim. İnanırsınız, müştərilər gəlirdi, müştərilərə kofe aparırdım, danışırdım, baxırdım ki, o qız necə danışır orada. Müştərilərlə necə münasibət qurur, müştəriləri necə gözəl qarşılayırlar. Servis ümumiyyətlə necə olur gəlinlik sahəsində? Bilmirəm axı, bilməliyəm. Bunu heç yerdə öyrətmirlər, gərək özünü öyrənəsən. Bir müddət orada işlədim. Ondan sonra dedim, sən mənim üçün biraz gəlinliklər tasarımlaya bilərsən. Çünki daha yaxın olmuşduq onunla, səmimiyyət var idi. Dedi, əlbəttə. Dedim, mənə 10 paltar istəyərəm, sırf tasarımın olsun. Çünki çox gözəl işləri var idi. Dedi ki, əlbəttə. Nəysə, o paltarları tasarımladı, mən aldım, gəldim. Fərqli paltarlar idi. O dövr üçün biraz fərqli paltarlar idi. Məsəl üçün, biraz standartdan kənar libaslar idi, gəlinlik libasları. Mən aldım, gəldim, sonra düşündüm ki, yaxşı, mən bunu almışam. Bu sferaya girmişəm, heç kəs məni tanımır. Bu necə olacaq? Yəni, mən necə göstərəcəm? Bilirsiniz, Instagram belə hələ o vaxtı tam olaraq yox idi da. Yəni, yavaş-yavaş artıq Instagram və 2016-cı ildən bəli. daha Sonra yavaş-yavaş onların çəkilişləri ilə başladıq. Şəkillər çəkirdik, səhifə açdıq, səhifədə bir-bir şəkilləri paylaşdıq. Gözəllik sahəsində isə rəfiqəm Nərmin, buradan da ona salamlar göndərirəm. Gəldi, mən gəlinlikləri, o isə gəlin meykaplarını edir. Biz çox gözəl anlaşıb çalışırdıq Nərmin bərabər. İbrahimova. Bəli, Nərmin Mən də İbrahimova. salamlayıram Nərmini. Çox sevirik onu. Bəli, çox sevirik. Biz bərabər çox gözəl çalışdıq. Az da olsa satışa çıxardılacaq və müştəriyə sunacağım paltarlarım var idi, amma ad yox idi hələ.
Əslində bir brend yaradanda ən çətin məqam ad imiş Elnarə xanım, özünüz də bilirsiniz. Yəni ad Bəli. necə olmalıdır? Mənim fikrimcə elə bir ad olmalı idi ki, o yadda qalsın. Çox uzun və yorucu bir ad olmamalı idi. Zərif bir ad olmalı idi ki, yəni hər kəsin məsələn yadında rahat saxlaya biləcəyi ad. Neynim? Onda da mən qızımı çağırırdım. Ayda, o nəsə bir dərs oxuyurdum. Dedim, axı bunu mən yaratmışam bu brendi, düzdür? Elə qoy Aidəm olsun. Ayda, qızımın adı Ayda. Birdən-birə ağlıma gəldi ki, inanırsınız bəlkə də bir saniyənin içində ki, ad Aidəm olacaq. Yəni onu qızımın adına uyğunlaşdırdım, qoydum və orada həm doğmalıq var, həm əzizlik var. Mənə elə gəlir ki, də yanlış bir seçim olmayıb. Çox gözəl. Neçə ildir siz piyasadasınız artıq? Demək olar ki, artıq 14 ilə yaxındır. 14 ilə yaxın. Gəlinlik sahəsi çox çətindir. Yəni mən də moda sahəsində çalışan bir adam kimi heç vaxt gəlinliklə bağlı özümün üzərinə bir məsuliyyət almamışam. Çünki gəlinlik işi o qədər xırda, yəni kaprizli, müştərilər, yəni oradakı müştərilərlə biraz daha başqa cür çalışmaq lazımdır. Gəlin müştərilərinizlə dil tapmaq necə olur bu? Yəni mənim üçün çox çətin olardı şəxsən. Necə bacarırsınız bunu? Moda sferasının ən qəliz hissəsi deyərdim gəlinlik sahəsidir. Niyə? Çünki baxın, bu insan evlənir, ailə həyatı qurur. Bəli. Və həmin günün qəhrəmanıdır o. Xəyal qurur, illərdir. Toy düşünün. Toy nədir? Bir şou, bir səhnə. O səhnə ki, pərdə açılır, o gəlin orada gəlir. O nədir? Bütün diqqətlərin onun üzərində olması deməkdir. Bəli. Həmin an bütün işıqlar sönür və o gəlinlik çox pürüzsüz, çox gözəl olmalıdır. Yəni gəlinin əsas istəyi odur. Ən önəmli məqam odur. Pərdə açılır, gəlinlə bəy durur orada və gəlinin əynindəki gəlinlik. Bu da önəmli. Onun üçündür hər şey. Bəlkə də aylarla çalışırıq onun üzərindəki gəlinlik orada nöqsansız və çox pürüzsüz, çox gözəl görsənsin. Bunun üçün pərdə arxası çox böyük əmək var, inanın mənə. Bu adi libas deyil, gündəlik libas deyil, hər hansı bir məclisə gedəcəyiniz bir libas deyil. Bu sizin ömrünüzdə ən önəmli günün simvoludur. Bütün diqqətləri üzərinə alan bir libasdır. Əlbəttə kaprizli gəlinlər də olur, amma çox həyecanlı olurlar. Bilirsən, bəzən nə istədiklərini bilmirlər. Elə bilirlər ki, bu gəlinlik ona yaraşacaq. Bütün məsəl üçün bəlkə də internet saytlarında nə qədər şəkil var, hamısını yığırlar. Deyirlər, yox bu, bu yox bu. Fikirləri o qədər də görsən qarışıq olur ki, mən həmişə gəlinlərimə deyirəm ki, çox baxmayın, çox araşdırmayın. Gəlin, biz oturaq baxaq. Bir sizə baxaq. Bir mən dinləyirəm. Hər zaman gəlinlərimi, özəl sifariş verən gəlinlərimi ki, son zamanlar ən çox özəl gəlinliklərin üzərində çalışırıq. Birinci növbədə onları dinləyirəm. Mənim üçün çox maraqlıdır. Onlar nə istəyir? Həmin gün onlar necə görsənmək istəyir? Onları dinləyirəm və onları dinlədikdən sonra artıq bərabər qərarlaşırıq ki, bəli, sizin beyninizdə tutduğunuz bu gəlinlik sizə yaraşar və yaxud yaraşmaz. Onu qərarlaşandan sonra artıq işə başlayırıq. Bizim Azərbaycan qızları, Azərbaycan xanımları çox zövqlüdürlər, Elnarə xanım. Çox zövqlüdürlər, hər şeyi bilirlər. Araşdırmacıdırlar, hər şeyi bilirlər. Çox gözəl, çox detallara takılırlar və gözəl bir xüsusiyyətdir. Nəyə görə də yox? Yəni ki, çox biliklidirlər. Bu sevindirici haldır. Ona görə mənə asan gəlir onlarla işləmək. Bəzən gəlinlərim mənə deyir ki, Sevinç xanım, siz bizim baxışımızdan bilirsiniz nə istəyirik. Dedim, əlbəttə, çünki mən artıq bilirəm. Sizin gözünüzdəki o parıltıdan bilirəm ki, siz necə bir gəlinlik istəyirsiniz. Yaxşı bir söz dediniz, gözlərinə baxırsınız. Həmin an gəlinlər gələndə əlbəttə ki, tək gəlmirlər. Yanlarında mütləq bir rəfiqə, hansı ki, belə deyim də, geyinmə otağına daxil olur və deyir ki, sən nə deyirsən? Yəni bir-birlərindən danışırlar, sözləşirlər ki, çıxanda denən bu hissəsi daha yaxşıdır. Qaynana bir tərəfdə gəlir, öz qızın anası bir tərəfdə gəlir. Yəni bu kollektiv şəkildə qərar verilən bir məsələyə çevrilir. Bax o an gəlinin o həyəcanı, gəlinin bəzən o donu geyindiyi o libası istəmir, amma qaynanasına xoş olsun deyə, nişanlısına xoş olsun deyə məcbur hə dediyi anlarla da qarşılaşmısınız, mən buna əminəm. Bəli. Həmin anda siz bax o situasiyanı necə idarə edirsiniz Sevinç xanım? Gəlin gəlir rəfiqəsindən. Bunlar seçirlər. Lazımsa başqa rəfiqə gəlir.
Çünki ola bilər bəzən də bu rəfiqəyə güvənmir, deyir yox, o birisi rəfiqə də gəlsin, o fikir də önəmlidir. Ondan sonra nə evdə gedirlər, müzakirə edirlər, analarına göstərirlər. Analar da çox zaman deyir ki, yox mən qarışmayım, mənim qarışmam düzgün deyil, qaynananla get bax. Sonra da qaynanalarından gəlirlər. Ən son məqam yəni ki, odur da qaynananın gəlib fikri. Sonra de görsən ki, tək gəldiyi və rəfiqəsi ilə gəldiyi gəlinliyi o qədər bayılıb ki, o qədər gözəl bir gəlinlikdir ki, geyinir, o xəyalı oldu. Amma qaynanası ilə gələndə qaynanası deyir, bəlkə onu yox, bunu geyinsin. Mən baxıram onun gözə deyirəm, əminsiz. Mən deyir ki, yəni artıq bizdə orada gözlər danışır. Yəni belə deyək də 50% elə, 50% orada, amma yenə də mən çalışıram ki, gəlinin istəyi olsun. Çünki heç bir qızın arzusu ürəyində qalmamalıdır. Qızlarımız həssas mövzudur, həssas doğrudan. mövzumuzdur. Qızlarımızın gəlinlikləri istədiyi kimi olmalıdır. Əlbəttə hamının fikri önəmlidir. Qaynanaların da fikri önəmlidir, anaların da. Çünki anaların əziyyəti çoxdur qızların üzərində. Onların da fikri olsun, onların da fikri. Əlbəttə, yəni bu hər kəsin bərabər verəcəyi bir qərar olur. Çox zaman da bəylərlə gəlirlər, yəni nişanlılarla ələ tutub gəlirlər, seçirlər. O da sevindirici haldır. Gəlir bəylə baxır, ələ tutub gəlirlər deyə-deyə, gülə-gülə, çox gözəl. Yəni o başqa bir zövq verir. Bizim qızlarımızı daha çox nə xoşbəxt edər? Mənə elə gəlir ki, siz olduğunuz sahədə həm də bir psixoloqsuz. Çünki siz ailə üzvlərindən çalışırsınız, fərd olaraq tək yox. Amma bütün ailə ilə çalışırsınız. O qudalarla, gəlinlə, bəylə, rəfiqələrlə, yəni bütün o söz-söhbətləri, müdaxilələri, hər bir şeyin şahidi olursunuz. Sizcə xoşbəxtlik nədir bir qız üçün? Bir qız üçün xoşbəxtlik heç də onun geyindiyi bahalı gəlinlik, taxdığı bahalı zinət əşyaları və toyunun harda, hansı bahalı şadlıq sarayında və hansı ən bahalı fotoqrafın çəkdiyi bir məqam deyil. O an o xoşbəxtdir. Həmin o 6 saatda o xoşbəxtdir. Çünki yaşayır o anı, düzdür? Bəli. Xoşbəxtlik uğurlu gəlinlik seçimindən mən bunu əlaqələndirməzdim. Xoşbəxt anlarınızın çox olmasını istəyirsək, bizim qızlarımız, fərqi yoxdur oğlanlar, yəni bəylərimizdə, bu uzun həyat yolunu bərabər, sağlam şəkildə addımlayacaq həyat yoldaşını düzgün seçməkdədir. Xoşbəxtlik bundadır. Düzgün, bir-birini anlayan, bir-birini başa düşən, bir-birinə hörmət edən cütlüklər, həm də öz aralarında bəzən dostluqları olan, ziddiyyətləri olmayan. Olsa belə onu həll etmə yolu tapan. Bəli. Çünki bilirsiniz nədir? Elnur xanım, heç kəsi dəyişmək olmur. Formalaşmış bir xarakter sizcə dəyişər? Məncə yox. Necə, yəni bunlar bəzi qızlarımız deyir ki, mən gedəcəm, məsəl üçün nişanlımda xarakteri belədir. Və yaxud da elə bəylərimizə deyir, bu qızın bəlli bir xarakterə malikdir və sən bu qızı bu xarakterlə sevmisən. Bu qızı bu xarakterlə sevmisən və bu qız da bu oğlanı o xarakterdə nəsə cəlb eləyib ki, ona sevib, düz deyil, sevib evləniblər. Və ikisinin də bir-birlərini dəyişmək mənə elə gəlir ki, bu artıq problemlərin başlanğıcıdır. Bəli. Doğru. Problemlər buradan başlayır. Məhdudiyyətlər çox olduğu zaman problemlər başlayır. Güvənsizlik girir araya. Şübhələr girir araya. Çox məqamlar var. Mən deməzdim ki, mən bir psixoloq kimi kiməsə məsləhət verə bilərəm. Bizim o qədər mütəxəssis, yaxşı mütəxəssis, savadlı psixoloqlarımız var ki, bu sahəni bunlar oxuyublar. O sahədə bunlar uzmanlıq alıblar. Bəli, çox müştəri görmüşəm, çox gəlin görmüşəm, çox hekayələr duymuşam. Məsələn, bəzən onlar həyəcanlı ola bilər, mən onları sakitləşdirə bilərəm. Və mən heç bir zaman onlara dərin ailə terapisti kimi məsləhət vermək haqqım yoxdur. Mən hardasa onların münasibətlərini zədələyə bilərəm. Bunu nə xalalar, nə bibilər, nə dayılar, üçüncü şəxslər heç bir, yəni yeni evlənmiş cütlüklərə, ailələrinə girib o problemləri çözmək əvəzinə o problemləri dərinləşdirə bilərlər. Yəni ona görə mən həmişə biraz geri çəkilirəm. Niyə? Çünki baxın, o iki insan arasında olan bir problemdir. Bu o demək deyil ki, burada bəy günahkardır və yaxud xanım günahkardır. Xeyr, əsla. Demək ki, nəsə var. Demək ki, bunlar bir evin içinə girəndə bəzi problemlər yaranır. Ana nə edə bilər? Ana maksimum öz qızını da anlaya bilər. Tutaq ki, öz oğlunu da anlaya bilər. Eyni şəkildə də qarşı tərəf, düzdür? Bu nə verir ki?
Uşaqlıqdan elə bizdə bir şey var, yəni danlayırsan. Uşaq məktəbdə zəif qiymət alır, danlanır. Məktəbə gedir. Nə olsun ki, bu zəifdir, qiymətdir də. Nə olsun ki, bəlkə o məsəl üçün riyaziyyatdan 3 alacaq, bəlkə o incəsənətə marağı var. Başa düşürsüz? Yəni ki, uşaqlıqdan elə bu insan doğulandan danlanır. Evdə uşaqlıqdan nəsə bir nəyisə stakanı qırır, valideyn danlayır. Düzdür? Sonra məktəbə gedir, dərsini yaxşı oxumayıb müəllimə danlayır. İşə düzəlir. Bir də görürsən universitetə girmirlər, o faciədir. Nəsil danlayır. Nəsil danlayır. Ondan sonra işə girir. 5 dəqiqə işə gec gəlir, müdür danlayır. Evlənir, nəsə bir evində problem olur, valideynlər danlayır. Yəni artıq o çünki formalaşmır orada insan. İnsan orada formalaşmır. Bir rahat buraxın o insan. Qoy bir formalaşsın, bir baxsın, ondan nəticə çıxartsın. Ona görə deyirəm ki, hər bir problemin bir həlli var, amma düzgün ünvana müraciət eləməlidirlər. Çünki bir ailənin içinə üçüncü şəxs və mütəxəssis olmayan, öz işində peşəkar olmayan bir insan girib nəyisə düzəltmək əvəzinə zədəni daha da dərinləşdirə bilər. Mən bütün ailə quran qızlarımızın xoşbəxt olmalarını istəyirəm. Xoşbəxt görmək istəyirəm. Onların gözlərini yaşlı görmək istəmirəm. Danışdıqlarınızdan da belə qənaətə gəldim ki, həqiqətən də bir qızın bəxtinin gözəl olmağı onun geyindiyi libasda deyil, onun taxdığı zinət əşyalarında deyil. Hüseyn Cavidin çox gözəl bir sözləri var, şeiri var. Onu bizim xalq artistimiz dəyərli Tünzalə xanım çox gözəl bəstələyib ona bir mahnı və o mahnını çox sevirəm. Hər dəfə qulaq asıram ona. O qədər dərin sözlərdir ki, o qədər dərin sözlərdir ki. Baxın nə deyir orada Hüseyn Cavid. Quzum yavrum, adın nədir? Gülbahar. Peki senin anan baban var mı? Var. Nasıl, zengin midir baban? Evet, zengin, beyzade. Öyleyse giydiğin giyim niçin böyle sade? Yok mu senin incilerin, altın bilerziklerin? Söyle yavrum, hiç sıkılma. Var efendim, var. Lakin müəlliməm her gün söyler. Onların yok kıymeti. Bir kızın ancak bilgidir, temizliktir ziyneti. Bakın ne güzel sözlerdi. Qızlarımıza uşaq vaxtından cehiz yığmaqdansa onlara bilgi verək. Təhsil verək. O qədər gözəl sənətlər var ki. Baxın, bizim sferada dərzilik sənəti çox gözəl sənətdir. Amma indi nə var? Bizim sferada dərzi çatışmamazlığı var. Yəni ki, mən əlavə bir dərzi axtarsam və çətinlik çəkəcəm. Gəlin açıq danışaq da Elnarə xanım. Bəli. Yəni qızlarımız mütləq bir sənətlə məşğul olsun. Peşə sahibi olsunlar. Əl işləri, ya bir hansı bir peşə kollektivimizi bacarıqlı qızlardan yaratmışıq, belə deyək. Mən özüm onlara öyrətmişəm. Baxıram ki, bunda işıq var, bu bacarır. Dərzilərimi belə mən özüm gəlinlik sahəsində elə məqamlar olub ki, əllərindən tutub öyrətmişəm. İndi çox xoşbəxtlər. Evlərinə çörək aparırlar. Balalarını oxuda bilirlər. Sevinç xanım, hal-hazırda belə deyim, gəlinlik sahəsində sizin deməzmi, ümumiyyətlə gəlinlik sahəsində çox moda evləri artıq fəaliyyət göstərir. Siz özünüz o rəqiblərinizlə, yəqin ki, bir rəqibləriniz var da, siz bəli bir səviyyədəsiz. Bax, bu komanda şəklində onlarla necə rəqabət aparırsınız? Hər hansı bir açılan yeni bir, istər gəlinlik evi olsun, istər moda evi olsun, rəqabət kimi baxmaq, o mənə xas olan bir şey deyil. Bəlkə də başqaları üçün rəqabətdir, amma mən heç vaxt o rəqabət enerjisinə girmirəm. İndiki hal-hazırdakı olan müştərilərim, gəlinlərim, artıq mən onların bütün qohum-əqrəbələrinə gəlinlik vermişəm. Yəni tanışdıqlar. Artıq bu sahədə illərlə sözümü dediyimə görə artıq onlar toy olduqları zaman məsələn Sevan yanına gedəcək deyə bir şey var. Yəni məndə o qorxu yoxdur ki, açılsın, nə gözəl. Yəni mən heç bir zaman bu niyə açıldı, mənə rəqib gəldi deyə o düşüncədə olmamışam. Heç bir zaman bacarıqlı xanımlarımız, iş xanımlarımız, sahibkar xanımlarımızın sayı artır. Mən buna ancaq sevinirəm. Hər zaman deyirəm, nə bəlkə də məsləhətə ehtiyacları olduğu an belə mən hazıram onlara məsləhət verməyə. Nə gözəl. Bəli, yəni burada nə var ki, yəni mən sahiblənmək mənimdir, heç kəs girməsin bu sferi. O heç vaxt o düşüncədə olmamışam. Önəmli olan daxili rahatlıqdır. Bir sahibkar qorxmamalıdır. Başqa bir yer açılanda o qorxuya və təşvişə düşməməlidir. Öz stabilliyini hər zaman qoruyub saxlamalıdır.
İdarəçilik bir növ budur. Mən zaman düşünürəm. Sənin işin sənin vizit kartındır. Nə olur olsun, insan işini keyfiyyətli görməlidir. Bəlkə də o gəlinliyin altındakı o astar heç görsənmir, düzdür? Amma onu keyfiyyətli materialdan eləməlisən. Çox keyfiyyətli material. O astarın da alt tikişlərini də keyfiyyətli tikməlisən ki, o bilinməsin. Yəni fərqimiz bundadır deyirsiniz. Ona Bəli, görə də daha keyfiyyət. rəqiblərinizlə Önəmli olan keyfiyyətdir. Bəli, kəmiyyət deyil, inanın buna. Keyfiyyət ki onu qoruyub saxlamaq. 15 ildir artıq bu piyasadasınız, amma məşhur simalarla sizi çox çalışan görməmişəm. Halbuki çox butiklər məşhur simalarla birgə əməkdaşlıq edirlər. Hər kəsin öz seçimi var. Mən də vaxtilə çox əməkdaşlıqlarım olub, amma gəlinlik olaraq heç vaxt sizi məsələn ola bilər ki, öz övladına gəlib sizdən götürə bilərdi, sizlə əməkdaşlıq eləyə bilərdi. Mən görürəm ki, siz o hissələrə məsələn açıq deyilsiniz. Nə yaxşı düşünmürsünüz ki, məşhur simalarla çalışasınız? Çalışmışam. Amma çox az. Bəli. O zaman onu çox gündəmə gətirmədiyiniz üçün bəlkə də bizim Bəli, yəni gündəmə izləyici çox. olaraq gözümüzə çarpmayıb ola bilər. Əslində baxın, mən istəsəm səhər tezdəndən axşama qədər o qədər məsələn gün ərzində hər şeyi çəkərəm ki, hər şeyi çəkir. Sadəcə olaraq düşünürəm, mən hərdən belə baxıram, bu blogerlərin işləri necə çətin deyirlər axı. Çox çətin. Vallahi Mən bir onların dənə veriliş hamısının aparıram, səbrinə inanın mən sizə. heyranam. Vallahi hamısını da buradan alqışlayıram. Bütün günü telefon əllərində axşama qədər o çəkiliş, bu çəkiliş, yəni ora gedirlər. İnanırsınız sizin bir dənə bu verilişinizə gəlmək. Mən 2 həftədir bilmirəm nə geyinəcəm. Bilmirəm nə danışacağam. Ay Allah, burada bu sözü deməyəcəm. Orada yəni Həyəcanınızı Həmçinin bilirəm. bu çox həyəcanlı andır da. Yəni gəlin belə Doğru açıq deyil. danışaq da. Çünki mən bildim biləli özümü, işimə girirəm, səhər gəlirəm, işimə gəlirəm, atelyemə düşürəm, qızlarımla orada baxıram, işlər hansı prosedurlardır. Gedirəm müştərilərimi qarşılayıram, görüşlərim olur gəlinlərlə. Hər şeyi çəkib paylaşmaq və hər şeyi, hər anı çəkib paylaşmaq mənə biraz həqiqətən özümə yorucu gəlir. Düşünürəm ki, mən o enerjimi gedərəm bir dənə gəlinliyi tasarım edərəm. Bax mən axı bir tasarımcıyam, düzdür? Bəli. Mən gedərəm bir gəlin eskiz çəkərəm. Axı mənim vaxtım gedir. Mən məsəl üçün bunu belə elədim, onu bəzən qızlar məcbur eləyirlər, nəsə bir kadr çəkirlər ki, Sevinç xanım gəlin bunu paylaşaq, belə geyinin, gəlin bunu paylaşaq. Yəni o mənə yorucu gəlir. Ona görə də mən hər zaman öz işimlə, yəni ki, işim mənim budur da. Mən bir gəlinlik tasarımçısıyam. Bəli. Başa düşürsüz? Yəni Mən gözəl tasarımcısınız. Sizi Yəni- çox sevirik. Valla mən o qədər məsuliyyətlə yanaşıram ki işimə. Mənim hər gəlinə təhvil verdiyim libas mənim üçün bir imtahandır. O imtahandır. O həyəcan olmalıdır. O həyəcan olmadı o gəlinliyi ki qız görür o Bəli. maneken üzərində o ilk dəfə gəlir və onun gözündəki o parıltı. Oldu bu iş bitmişdir. Sevinç xanım, bax, güclü xanım deyimi ilə siz razılaşırsınız? Mən güc və xanım sözlərini yanaşı gətirə bilmirəm. Bilmirəm niyə elədi. Xanıma zəriflik yaraşır. Xanıma incəlik yaraşır. Xanıma kübarlıq yaraşır. Belə düşünürəm. Yəni güclü xanımı müxtəlif insanlar müxtəlif cür başa düşə bilərlər. Güclü xanım dedikdə iradəli xanım. Öz sözünü açıq deyə biləcək xanım. Yox deməyi bacaran qadın. Öz səhvlərindən nəticə götürən qadın. Rəxəm, səhv etmək qəbahət bir şey deyil. Bəzən düz və işıqlı sandığımız yolda elə yıxılırıq ki. Düzdür. Belə baxın, adi bir insan yol gedir, düzdür, yıxılır. İlk reaksiyası nə olur? Baxır, görür ki, ətrafdan kim ona baxıb gülür. İş sahəsi də belədir. Yıxılır, Bəli. olmur da. Həmin an gedirsən, çöküşə gedirsən. Baxırsan ki, kimlər sənə güləcək, kimlər sevinəcək sənin yıxılmağına. Bu zaman o dediyiniz o güclü qadınlar toparlanmağı bacaran qadınlardır. Bu tək iş sahəsində deyil, həyatda da belədir. Güclü qadın dediyiniz o qadındır ki, yıxıldığı zaman da qalxır, üzərindəki o çamuru silir və yoluna davam edir. Sevinç xanım üçün uğur kodeksi nədir? Sevinç xanımın uğur kodeksi, mən iş sahəsini danışmıram. Ümumiyyətlə, həyatda şükr etmək, qəbul etmək və təşəkkür etmək. Hər ana hansı vəziyyətə asılı olmayaraq şükr etməyi bacarmalıyıq.
və hansı vəziyyətdə düşməyimizdən asılı olmayaraq həmin o vəziyyəti qəbullanmağı bacarmalıyıq. Və hər zaman da təşəkkür etməyi bacarmalıyıq. İnanırsınız, mənim evimə, gəlinlik evimə Bəli. girən hər müştəri üçün deyirəm ki, təşəkkür edirəm. Təşəkkür edirəm. Gözəl insanlarla qarşılaşdığım anla təşəkkür edirəm. Bəzi insanlar olur ki, həyatımızdan çıxır gedir. Onları da sevgi ilə yola salmağı bacarmalıyıq. Əsla və əsla heç kəsə kin saxlamaq olmaz. Yəni, bəzi insanlara həyatımızdan çıxdıqları üçün təşəkkür edirik. Bəzi insanlara gəldikləri üçün təşəkkür edirik. İnanın mənə, gün ərzində də sonsuz şükr etməliyik. Budur. Bugün mənim üçün çox fərqli bir veriliş oldu. Çünki bugün mənim ən yaxın rəfiqəm, yəni Sevinç xanım. Seva, mən istəyirəm sonda belə bitirim. Seva denəndə. Eynən. Seva, mən səni o qədər çox sevirəm. Gəldiyin üçün sənə minnətdaram. Bu arada hər zamanki kimi o gözəl gülləri də gətirdin, rəng qatdın, mənim könlümü sevindirdin. Sənə dərin təşəkkürümü bildirirəm. Biz illərdir artıq rəfiqəyik, amma mən bugün səni tamamilə fərqli bir yəni sevinç kimi tanıdım. Mən bir daha deyirsən şükr etdim. Mən bir daha təşəkkür etdim. Şükr etdim Allahıma ki, mənim həyatımda səni kimi ləyaqətli, dürüst, çalışqan, dosta sadiq bir həyatımda bir dostum var. Yaxşı ki varsan, xoş gəldin, amma sonda xahiş edirəm bizim verilişimizlə bağlı təəssüratlarını almaq istəyərdim. Bax, burada mən təşəkkür edəcəm. Eyni zamanda mən də şükür edəcəm. Burada olduğum üçün. Sizin də məni efirə dəvət etdiyiniz üçün təşəkkür edirəm Elnarə. Artıq burada səmimiyyət var. Səmimi ortamları sevirəm Elnarə. Çox sevirəm səmimi ortamları. Yəni mən gəlinlərimlə də səmimi olmağı sevirəm. Düzdür, bəzən sərhəd saxlamaq vacibdir. Amma çox da sərhəd saxlamaq o biraz insanı rəfiqələrimlə necə sərhəd saxlaya bilərəm? Yəni mən özüməm burada, düzdür? Sizin veriliş mənə çox səmimi gəlir. Çox səmimi gəlir. Çox verilişlər olur. Mənim səni dəvət eləmək istəyirlər, amma mən ilk dəfədir ki, belə bir verilişdəyəm. Özümü çox rahat hiss edirdim. Sanki evdə oturmuşuq, sizinlə söhbət edirik. Baxırdım, çox istəyirdim. Bilmirdim, danışa biləcəm yoxsa yox. Yəni, nə danışacağam? Birdən yəni, sıxılaram. Birdən kamera görəndə özümü itirərəm. Amma gördüm ki, yox, bura elə o qədər səmimi ortamdır ki. Təşəkkür edirəm. Yəni, çox rahatam. Çox da bilmirəm, yəni nə dərəcədə danışa bildim, nə dərəcədə fikirlərimi açıq ifadə eləyə bildimsə. Amma yəqin ki, nə isə də məlumat verə bilmişəm. Təşəkkür edirəm bir daha gəldiyin üçün. Mən Yaxşı ki, təşəkkür mənim edirəm, dostumsan. dəvət Yaxşı etdiyiniz dostların qədrini bilmək lazımdır. Çünki biz elə bir yaş yaşayırıq ki, elə bir dövr yaşayırıq ki, artıq bizim dost itirən vaxtımız deyil. Ona görə dostlarınızın qədrini bilin. Bir daha təşəkkür edirəm. Bax belə, bugünkü verilişimizdə sona çatdı. İnsanı geyiminə görə qarşılayıb, ağlına görə yola salırlar. Ən doğrusu, geyimimizi düşünərək ağıl ilə seçmək lazımdır. Sonda bir daha xatırladım ki, verilişimizin baş sponsoru Cibar platformasıdır. Gələn görüşlərə qədər. Bunu xəyal edən sahibkarların xəyallarını gibaro.com-la gerçəkləşdiririk. Satın alma, auksion, endirim və kampanyalar, vakansiyalar və bank xidmətləri artıq bir platformada. Dünyada analogu olmayan bu platformanı həm internet saytı, həm də mobil tətbiq olaraq istifadə edə bilərsiniz. Biz sağlam əlaqələr inşa edirik.